Görüntünü mənə Instagram səhifəmdən göndərdilər mənə və aşağıda da yazmışdılar ki, bu xanım adı Fərəhdir, xalqı təhqir edir. Mənə də maraqlı gəldi ki, bir baxım görüm bu xalqı necə təhqir edə bilər. Bunun yaşı, başı, mən bunu birinci dəfədir görürəm. Həqiqətən birinci dəfədir görürdüm. Və sonra dedilər ki, bu Samirə, Meyxana deyən Samirə xanımın qızıdır. Mən video görüntünü bir neçə dəfə analiz elədim və baxdım gördüm ki, bu adı çəkilən xanım, deməli o müğənninin adı nədir? Kəmalə Günəşli. Kəmalə Günəşlinin yanında onu güya müdafiə eləyir və başlayır o etikadan kənar cümlələri işlədərkən və deyir bu zalda nə qədər adam varsa, mən onlara deyirəm və dediyim kimi o etikadan kənar cümləni işlədir. Amma məqsəd nədir burada? Məqsəd əgər videonu çəkəndən sonra sən bunu sosial şəbəkələrdə paylaşacaqsansa, deməli elə sənin məqsədin bu sənin bu sözləri ilə xalqa çatdırmaqdır. Əgər sən bunu həqiqətən də dostların, rəfiqələrin arasında bu söhbət eləmisənsə, o məsələ orada qalmalı idi. Bunu çəkib ictimailəşdirmək, paylaşmağın özü bilirsən ki, bu son nəticə olaraq xalqda bir mənfi rəy yaradacaq. Xalq hər şeyi gözəl bilir. Xalqın da bir nümayəndəsi mənəm. Və sən o sözləri oradan deyə bilməzsən. Birinci sən xanımsan, sən qadınsan. Bu sözlər xanıma, qadına yaraşan sözlər deyil. Və sonra nə olur? Sonra deməli hüquq mühafizə orqanları tərəfindən inzibati qaydada maddi cərimə olunur və daha sonra anası çıxır, bir böyüklük eləyir, anası çıxır evladının səhvinə görə üzr istəyir. Mən düşünürdüm ki, söhbət burada bağlanacaq. Bununla da hər şeyin nöqtəsi qoyulacaq. Bu xanım qəflətdən oyanacaq, özünü biraz düzəldəcək. Amma mən baxdım ki, gördüm ki, yox, bu xanım əksinə anasını borclu çıxartdı ki, anam səhv eləyib, xalqdan üzr istəyib. Birinci ananı səhv çıxardan evlad, mən düşünürəm ki, xalqa heç vaxt qiymət verməz. Amma bunu bilin ki, siz hansı zirvəyə ucalırsınızsa ucalın, xalqın hesabına ucalırsınız. Onu unutmayın. Bütün müğənnilər hansı səviyyəyə ucalıbsa, xalqın dəstəyi ilə, xalqın köməyi ilə ucalır. Bunu unutmayın. Daha doğrusu siz unutmayın. Və bu insan əgər gündəmə gəlmək istəyirsə, gündəmə gəlmək üçün yaxşı şeylərdən başlamaq lazımdır. Mən şəxsən musiqiyə qulaq asanda, mən sizin musiqilərə qulaq asmıram, açıq deyim. Mən onların musiqisinə qulaq asmıram. Mənə musiqi lazım olanda, mənim ruhuma bir qida kimi təsir bağışlayan musiqilər var. Girirəm, yazıram Qızıl Fond, orada çox gözəl musiqilərimiz var. Klassik musiqilərimiz var. Mən o musiqilərə qulaq asıram. Mən valla sizə qulaq asmıram. Çünki sizin sözünüzdə, sizin o oxuduğunuz cümlələrdə belə bir məna yoxdur. O yeni mahnılar çıxıb, adam utanır da dilinə gətirməyə. Nə ola, tez-tez ola, nə bilim, nə. Bilirsiniz, çox qəribədir. Bu cümlənin, bax, bu mahnının mənası nədir, nəyin təbliğidir və yaxud da ki, ünvanı nədir bunun? Bax, bunu bilmək istəyirəm. O qədər gözəl mövzularımız var, o qədər musiqilərimiz var, gözəl musiqilərimiz var. Əgər istəyirsinizsə gündəmdə qalasınız, xalqın rəğbətini qazanasınız, başlayın bu musiqilərdən də. Niyə gedib, necə deyim, o harda heç bir məna kəsb eləyən musiqiləri özü də fonoqram oxuyursunuz. Mikrofon bu tərəfdə, mikrofon aşağıda tutulursunuz, amma musiqi gedir. Bu inandırıcı da deyil. Siz xalqın rəğbətini heç vaxt qazana bilməzsiniz. Yenə deyirəm, mən düşünürdüm ki, söhbət burada bağlanır, amma baxdım gördüm ki, yox. Bu adam davam eləmək niyyətindədir. Yenə də həmin hərəkətlərindən qalmır, davam edir. Bilirsiniz, mikrofona yanaşma tərzi bu insanlarda da düzgün deyil. Mikrofon elə bilirlər ki, mikrofon elə sadə, elementar bir şeydir. Əlimə götürdüm, oxudum, getdi. Yox, mikrofona elə yanaşma tərzi mədəniyyət tələb edir. Niyə? Çünki sən o mikrofonla o səsini xalqa çatdırırsan. O mikrofon sənin səsini biraz da ucaldır. Sən sənətində ucala bilərsən, vəzifəndə ucala bilərsən. Amma çalışın birinci insanlıqda ucalmaq lazımdır. Və bu məsələyə düşünürəm ki, tək hüquq mühafizə orqanları müdaxilə
etməməlidir. Hüquq mühafizə orqanları öz vəzifəsini qanuna müvafiq şəkildə icra elədi. Burada qalır ki, Mədəniyyət Nazirliyi qalır. Mədəniyyət Nazirliyi burada müdaxilə etməlidir bu məsələyə, ümumiyyətlə bu kimi məsələlərə. Bu məsələyə müdaxilə eləməlidir, Vergilər Naziri müdaxilə etməlidir. Bu məsələlərə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Bura kişi də aiddir, qadın da aiddir, uşaq da aiddir. Adı elə belə qoyulmayıb bunu. Dövlət bu komitəni elə belə yaratmayıb. Bu komitə də müdaxilə etməlidir bu məsələlərə. Ondan sonra baxaq görək belə hallar baş verəcək yoxsa yox. Adam utanır artıq efirə baxmağa, sosial şəbəkələrə girmək mümkün deyil. Yəni tək bu deyil. O bir şey də mən nəzərinizə çatdırım. Deməli bir cavan oğlandır. Məktəbli bir qız uşağına geyindirib o yarı çılpaq paltarı çıxardıb səhnədə oriental oynadı. Utanmırsınız siz? Ayıb deyil. Sən öz evladını o formada səhnəyə çıxarda bilərsən. Hələ bir səhnəyə çıxardıb oriental rəqsini oynatmağı bir tərəfə götürüb bunu səhifələrində də paylaşır. Yəni hansını deyəsən? 1-dimi, 2-dimi, 3-dimi, hansını sayasın? Mən gözləyirdim ki, bəlkə bu tip məsələlərə bu böyük sənətkarlar bir reaksiya verə, bir müraciət eləyələr, dövlətin aidiyyatı qurumlarına müraciət eləyələr, öz iradlarını bildirələr, bir nəsihət verələr. Mən bunları hələ ki görmədim. İrad bildirənlər də ki, yenə deyirəm, necə deyim, sıradan bir vətəndaşlar oldu. Təbii ki, onlar da ki, bilirsiniz, bir çox hallarda dinləyən olmur. Yenə deyirəm, qayıdıram həmin mövzuya. Həmin xanımın anası, meyxanaçı Samirə xanım çıxdı bir ana kimi, yenə deyirəm, müraciətini elədi, evladının səhvinə görə üzr istədi. Mən Samirə xanımı efir vasitəsilə, yenə deyirəm, tanıyıram. Şəxsi belə tanımıram, efir vasitəsilə tanımışam. Yəni bir anadır, bir xanımdır. Mən hələ onun dilindən etikadan kənar bir cümlələr işlətsin, hər hansı bir etikadan kənar söhbətlər eləsin, yoxdur. Görməmişəm, yəni mən görməmişəm bunu. Amma yaxşı, sən də bu xanımın evladısan. Sən ananın başını uca eləmək əvəzinə, sən çıxmısan orada ağzına gələni danışsan, gündəmə gəlmək istəyən, yenə də deyirəm, Azərbaycan mədəniyyətinin çox gözəl musiqiləri var. Sən bunları ifa elə, bir balaca hələ özünü tanı, qoy xalq səni tanısın, insanlar səni tanısın. Valla girib rəyləri oxuyuruq, adam xəzalət çəkir. Belə də olmaz axı. Belə də olmaz. Yəni hər şeyin yolu var, hər şeyin qaydası var, qanunu var. O sizi efirlərə çağıra bilərlər. Sizə efirlərdə artıq suallar da verə bilərlər. Var, belə efirlər də var. Belə aparıcılar da var. Durduq yerə elə bir sual verir ki, birbaşa ya xanım ya bəyim birbaşa özəlinə elə bir təcavüz edir. Qardaş, çağırmısan bunu efirə. Bunun şəxsi həyatından niyə sual verirsən? Bunun sənətindən sual ver. Əgər sənəti varsa sənətindən sual ver. Bunu fonoqram oxutturma, bunu bir canlı oxuttur, qoy biz eşidək görək bu adamın bu sənətdə yeri var yoxsa yox. Sabah bu sənətdə iz qoya biləcək yoxsa yox. Amma bunlar da yoxdur, qardaş. Bunları eləyən də yoxdur. Nə deyəsən, kimə nə deyəsən? Elə bilməyin ki, sosial şəbəkələr izlənilmir. Bütün videolar, bütün paylaşılan videolar lazımi orqanlar tərəfindən izlənilir və vaxtı zamanı gələndə də tədbir görülür. Biraz diqqətli olun, xalqa da hörmətsizlik eləməyin. Və bir şey bilin ki, sizi zirvəyə qaldıran xalqdır. Özünüz deyilsiniz.